Onun elə bir şeiri də vardı ki, tələbəyəm. Mən zamanın tələbiyəm. Tələbə olmaq sabahları artıq bütün o bağlı qapılar açmaq deməkdir. Zamanın tələbidir bu. Tələbəyəm, mən zamanın tələbəyəm, nə belə. Yəni, gözəl şeyləri vardı. Bizim kəndin ulamələri haqqında, seyitlər haqqında kitab yazılırdı. Gəldi, bu çatda həmin vaxtı həyatda olan, yəni o seyitlərin davamçısı olan seyitlərlə mən onu tanış elədim, görüşdürdüm həyətlərində, evlərində. Orada qonaq oldu, ünsiyyətli oldu və xeyli material topladı. Amma çox heyiflər ki, o materialı ərisə gətirmə rəfəsində dünyasını dəyişdim. Yəni, elə bu ki, o ilamələrin hikmətləri şübhü görmədi. Yəni, bax belə fədakar yazarlarımız olur.